batareyaların qiymətləri qalxa. Həm də sizləndə olacaq. Qalxa gedir. Bilmirəm də azdır yəqin ki, ona görə belə şey gedir. Bu indi nəyə bizə gətirib çıxardı? Biz indi sabah maşını aldıq, sürürük. Və birdən bunu dəyişəndə belə sürprizlə qarşılaşmırıq. 10 min, 20 min bunu dəyişməyini. Mən sizə belə bir izah edeyim. Gəlin əyri oturaq, düz danışaq. Sözümü ona gətirirəm ki, siz plug-in hibrid avtomobil alırsınız və yaxud da ki, elektrikli avtomobil alırsınız. Bunu siz sıfır olaraq alırsınız və yaxud da ki, 10 min, 20 min kilometr getmiş. Deyək ki, sıfır götürürük də belə. Sıfır götürürsünüz. Sıfır avtomobilin batareyanın ömrü, səhv eləmirəmsə, istehsalçıdan asılı olaraq 8-10 il olaraq gedir. Yəni, burada sizə hətta deyim ki, 15 il falan deyənlər də var. Yəni, araşdırma eləsəz deyənlər var, amma 15 il yaşayıb görəcəyik. İndi biz 20 il deyir, tutalım, onu biz yaşayıb görəcəyik. Amma bir nəticəyə gələk ki, siz sıfır avtomobili zaten 5 il sonra, 4 il sonra yenisindən əvəzləməli olursunuz. Yəni, məncə artıq bazarda... Azərbaycan üçün biraz real deyil axı. Sizə bir dənə söz deyim, əvvəl elə deyildi, artıq bu realdır. Çünki mən öz ətrafımdan da görürəm ki, plug-in hibrid alan şəxs, avtomobil alan şəxs 3 il sonra, 5 il sonra, təzəsi çıxıb fikri ilə. Çünki artıq bu avtomobillərdə telefon kimi olmağa başlanıb. Yəni, sizə belə bir şey deyim ki, smartfon son 5 il ərzində smartfon alan insan bunu 10 il işlətməyəcək. Çünki satdığımız adam axı faktiki olaraq artıq batareyası son vəziyyətdə olan maşın alır axı. Elə məsələ ora gəlir ki, siz bu avtomobili alırsınız və 3 il, 4 il sonra bu avtomobili satırsınız. İkinci əl alan insan isə artıq ya bu avtomobilə texniki olaraq qulluq eləyir və yaxud da ki, ümumiyyətlə bu avtomobili almır və yaxud da ki, sizdə aldığı avtomobil hələ də saz vəziyyətdədir. O da götürür 1 il yarım sürür, daha sonra kiməsə satır. İndi deyə bilərsiniz ki, bəs bunun bir sonu olmalıdır, axı bu satdı, axırıncı alan necə eləyəcək? O hissəni biz hələ bilə bilmirik. Yəni, çünki o qədər vaxt keçməyib məsələnin üstündən. Hələ çatmamışıq, niyə yalan danışaq? Yəni, mən düşünürəm, indi 2026-cı ildir, 2030-cu ildə biz artıq görəcəyik ki, ilk alınan plug-in hibrid avtomobillər hal-hazırda nə vəziyyətdədir. Və mən düşünürəm ki, bu 4 il ərzində texnologiya elə inkişaf eləyəcək ki, artıq siz müəyyən bir məntiqli qiymətə yeni bir batareya ilə avtomobili əvəzləyə biləcəksiniz. Çünki gəlin sizə belə bir şey deyim. Bundan öncəsində avtomobil alırdın, Almaniyadan bir BMW alırdın və yaxud bir Mercedes alırdın. Bu avtomobili alırdın 30 min kilometrdə. İllərlə sürürdün, 100 mində satırsan kiməsə. 100 mində kimsə alır, sürür 180-200 minə kimi. 200 mində kimsə alırdı. Və o proses ərzində... Yox, bu benzində axı. Yox, mən sizə onu izləmişəm. O 200 min kilometr ərzində mühərrikin üst qapağında bəzi texniki dəyişikliklər ola bilirdi. Mühərrik yığılırdı, belə deyirdim və günün sonunda bu avtomobilində 500 min kilometrdə, 600 min kilometrdə olanda bir yiyəsi olurdu, yəni istər-istəməz. Eləcə də elektrikli plug-in hibrid avtomobillərdə də bu son gözlənilir. Yəni əvvəl-axır bu elektrikli avtomobil 200 min kilometr yürüşə gələcək və sən bunun üçün gedib hansı ikinci əl yerdən batareya alıb taxacaqsın.